Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə, abidə kurğuna yaxın olan ərazidə 2 mərtəbəli, demək 3 otaq aşağıda, 2 otaqda yuxarıda olmaqla bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərdə çatdırdığım kimi, gördüyünüz kimi bu evin xarici görünüşüdür, hörmətli izləyicilər. Düz qapının ağzına qədər asfaltlı, abidə kurğuna demək, məscidə yaxın olan ərazidədir, məktəblərə yaxın olan ərazidədir. Gördüyünüz kimi də bax bura asfalt hissəsidir. Birbaşa həyəti də olmasa ev təmiri vəziyyətdədir. Birbaşa daxil oluruq evin içinə. Ev təmiri əşyalı satılır. Girən kimi demək sol tərəfdə burada sanuzeli, hörmətli izləyicilər, gördüyünüz kimi sanuzeli təmir vəziyyətdədir. İkisi bir yerdədir. Həm sanitar qovşağı, həm də sanuzel. Buradan daxil oluruq girən kimi. Demək, hörmətli izləyicilər, baxın, bax, ev təmiridir, əşyalıdır, sağda mətbəx hissəsidir. Kombi sistemləri, hörmətli izləyicilər, çəkilib, amma ev sahibi İran peysi qoyub. Bunu nəzərdə çatdırım. Sistemlər zat çəkilib, hamısı hazır vəziyyətdədir. Ev əşyalı, içi dolu satılır. Evdə bir dənə elektroniklər götürəcək. Bunu da nəzərdə çatdırım ki, yəni evdə bəzi əşyalar çoxu qalacaq, bir dənə elektroniklər götürüləcək. Bura qonaq otağıdır. Qonaq otağı haradasa 3.50-nin 5.50 olar. Xudmani gənc ailə üçün uyğun olan bir evdir. Təmiri gördüyünüz kimi qaydasındadır. 2 dənə burada əlavədə otaqlardır. Yeri mərkəzdədir. Yenə qeyd edirəm, yola yaxındır, marşrutlara yaxındır, məktəbə, ərazilərə yaxındır. Qapının ağzına qədər asfaltdır. Buradan daxil oluruq yenə əlavə bu ev üçün. Gördüyünüz kimi, bax bu da bir yataq otağıdır. Otaqları düzdür. Belə də geniş olmaz, amma xudmani gənc ailə üçün uyğun olan bir evdir. Təmirlidir, qaydasındadır. Yəni xərcə demək olar, ehtiyac yoxdur. Demək, kombi sistemlərdə də hamısı hazırdır. Mən biləndə evin elə bir ayaqaltısı istipoldur. Demək, gördüyünüz kimi, hörmətli izləyicilər, demək, 2 otaq zala açılır. Təmiri vəziyyətdədir də, yəni gördüyünüz kimi. Qalxırıq indi yuxarı. Pləkanları da gördüyünüz kimi betondan qırılıb, elə bir bərkdir də, çiftdir. Burada bir xoldur. Paltarların zaten sahiblər ilgəsi burada. Buradan belə gördüyünüz kimi evin içinə pəncərə düşür. Buradan daxil oluruq evin 2 də əlavə yuxarıda. Otaqdır. Buranın da təmiri qaydasındadır. Gördüyünüz kimi yuxarıda təmirlidir. Qalxırıq burada, bir də otaq buradadır içəcə. Bunda ev sahibi o vaxtı özü artırıb buranı ki, indi əlavə ailə böyük olacaq, amma gənc ailə üçün, lap belə ailə böyük olsa, burada da yataq kimi istifadə etmək mümkündür. Gördüyünüz kimi, hörmətli izləyicilər, ev haqqında bütün nə varsa hamısını çəkdim, təqdimatda göstərdim. Kimlərsə evini satmaq istəyirsə, 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seç al əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyəbilərsə, evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman sənədi qeydiyyatla olacaq. Qeydiyyatı, yəni propiska damavoy deyirik. Köməkli göstərə bilirik. Bunu da nəzərdə çatdırım. Demək, qiymət də əşyalı. 75.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.